Məmməd İsmail adına ədəbi birliyin rəhbəri Mikayıl Bozalın təşkilatçılığı ilə böyük bir tədbirə yığışmışıq Atatürk mərkəzində. 87 yaşını haqlayan Vaqif Nəsibin həm yaşını qeyd edirik, həm də sonuncu çıxan kitabının müzakirəsinə yığılmışıq. Vaqif Nəsib həmişə gözdən, diqqətdən kənarda olan şair olub, yazıçı olub. Fəqət dərin alt qatlarında yükü, layları olan yaradıcıdır. Həm şeirlərində, həm də nəsrində və belə demək mümkünsə, xüsusən nəsrində daha genişdir onun mənəviyyat coğrafiyası, yaradıcılıq diapazonu. Bu mənada Vaqif Nəsibin elə görünməməsinə bir tərəfdən ədəbi mühit, ədəbi ictimaiyyət günahkardırsa, ikinci bir tərəfdən bir qədər özünün biganəliyidir. Yəni sözə dəqiqdir, sözün dərinliyinə vara biləndir, sözün incəliyini çox sərraf dəqiqliyi ilə hesab kitab eləyə biləndir. Ancaq biraz onun çapı, yayılması, kənar ölkələrə çıxması elə bir neçə yazıçılarımız kimi onun da qol qanadını sındırıb. Bunu əlbəttə indi yazıçının özü eləməyindən çox ədəbi camiyə eləməlidir, deyək tərcümə mərkəzləri eləməlidir. Ən yaxşı əsərini, romanlarını seçib dünya dillərinə tərcümə eləməlidir. Nə yazıqlar ki, biz hələ də, yenə də bu faciənin ağırlığını yaşayırıq. Neyniyək, görünür, bir də bizim taleyimizə yazılmış bir ağrıdır, acıdır, bizlə qoşa doğulur və bizlə də davam eləyəcək. Məmməd İsmail Ədəbi Birliyi keçən ilin sonunda 28 dekabrda təsis edildi və Məmməd İsmail Ədəbi Birliyi sadəcə lokal, regional bir şey deyil. Biz buna Türk dünyasının ədəbi birliyi kimi baxırıq. Biz düşündük, hardan başlayaq? Necə başlayaq ki, insanlar bizim olduğumuz kimi qəbul etsinlər və bizim fəlsəfəmizi başa düşsünlər, mahiyyətimizi başa düşsünlər ki, bu birlik nəyi demək istəyir? Bu birlik sadəcə haqq söz danışmaq istəyir, haqq sözün yanında olmaq istəyir, haqqın yanında olmaq istəyir. Məmməd İsmailin özü kimi, Məmməd İsmailin poeziyası kimi, milli mənəvi dəyərlərə əsaslanan Məmməd İsmail poeziyası, Məmməd İsmail yaradıcılığı bizi ona ruhlandırdı ki, onun adına olan ödüllərin hər biri o insanlara verilsin ki, doğrudan da Azərbaycan ədəbiyyatında, Türk ölkələr ədəbiyyatında xüsusi rol oynayır. Və bugünkü dediyiniz Atatürk mərkəzində keçirilən məclisimiz, yeri gəlmişkən Atatürk mərkəzini bizə təqdim edən, bizə etibar edən akademik Nizami Əli Müzəffərova minnətdarlığımı bildirirəm və gələn söz xiridarlarına, hər birinə təşəkkürümü bildirirəm. Bugün bizim ustad yazıçımız Vaqif Nəsib Sarıhüseynoğlu'nun 87-ci il dönümüdür. Bu il dönümündən istifadə edərək həm də onun biz kitab təqdimatını keçiririk. Vaqif Nəsib əslində siz məndən gözəl bilirsiniz, oxucular bilirlər. İnsan təpədən dırnağa sözdür və haqq sözdür. Sınmadı, əyilmədi, sözünü dedi. Onun yazdığı kitabların siyasını saysa, ən azı mənim xatirimdə olan 13 kitabı və sonra 2 roman da var, yəni 15 kitabını yada salsaq, onu oxuyanlar bilirlər ki, Vaqif Nəsib dünyaya necə xitab edir, necə müraciət edir, insanlarda nəyi görmək istəyir, nəyi çatdırmaq istəyir və istəmir, çatdırıb da. Vaqif Nəsib Azərbaycan ədəbiyyatında düşünürəm ki, öz xüsusi yeri olan bir adamdır və mən həm də Allah rəhmət eləsin Məmməd İsmaila. Məmməd İsmailin əvəzinə sevinirəm. Sevinirəm ki, onun adına olan ödül özünün düzgün ünvanını tapdı. Ünvanına yönəldi. Həm də göstərdi ki, Məmməd İsmail Tovuz deyil.
Məmməd İsmail lokal deyil. Məmməd İsmail el gəzəcək, vətən gəzəcək, ölkə gəzəcək, görəcəksiniz. Əlbəttə, Məmməd İsmail Allah rəhmət eləsin. Onun yadına yaradılmış ədəbi birlik fəaliyyətə başlayıb. Bu çox yaxşı bir haldır. Yəni bu o xalqın ruhundan, daxilindən gələn bir istəkdir. Ona görə də bizim ziyalılarımızın bax belə cəhdləri, belə qurumlar yaratmağı sevindirici haldır. Və Vaqif Nəsib Sarı Hüseynoğlunun da kitabının təqdimatı ki, bugün keçirilir. Dimdikdən düşən adam. Çox koloritli bir addır. Amma bütün koloriti ilə yanaşı çox aydın da belə düşüncə ifadə edən bir addır. Vaqif Nəsib adı həm poeziyada, həm nəsrdə, həm nəşriyyat işində bizim Azərbaycanda həmişə çəkilibdir. Publisistikada, o dərin etnoqrafik belə təfəkkürü olan bir şairdir, yazıcıdır, ziyalıdır. Yaş təbii ki, həmişə nəyəsə işarə eləyir. Yaş gəlir, keçir, amma Vaqif Nəsib çox yaxşı ki, bu yaşında da çox məhsuldardır. Yenə həmin o gənclik dövrünün o müəyyən azadlıqlarını, hissiyatlarını, özünə məxsusluqlarını davam elətdirməyə çalışır. Amma yaş həm də öz təmkinini də diktə edir. Bu mənada Vaqif Nəsibin yaradıcılığı ilə maraqlanmağa elə bilirəm ki, ehtiyac var. Vaqif Nəsibin hərdən bir nazı ilə də oynamağa ehtiyac var. Vaqif Nəsibin yaratdığı ədəbiyyat ciddi ədəbiyyatdır, böyük ədəbiyyatdır. Hətta mən görmüşəm ki, bəzən Vaqif Nəsibin özü ilə mübahisə eləyən, onunla polemikada olan insanlar onun yaradıcılığı ilə polemik aparmır. Bu yaradıcılığı qəbul edirlər, sevirlər. Çünki istedadla yaranmış bir ədəbiyyatdır onun yaratdıqları və bizim cəmiyyətimizə lazım olan bir ədəbiyyat. Mən ədəbiyyata gələndə, yəni şeir yazmağa başlayanda Məmməd İsmail da, Vaqif Nəsib də tanınmış şair idilər. Biz onları oxuya-oxuya, biz onlardan öyrənə-öyrənə şeirin nə demək olduğunu dərk elədik. Yəni o uşaq vaxtı bir həvəs ola bilərdi, ötəri ola bilərdi. Ancaq bəlkə də Məmməd İsmail kimi, Vaqif Nəsib kimi, Səməd Vurğun kimi dahilər imkan vermədi ki, bizim içimizdəki o hisslər ötəri olsun. Bizi ədəbiyyata bağlayan bu insanlar oldular. Mənim Məmməd İsmail haqqında 2 məqaləm var, 5 şeirim var. Məmməd İsmailin yaradıcılığına çox dərindən bələdəm. Məmməd İsmail doğrudan da söz adamı idi və mən Məmməd İsmail haqqında yazdığım yazının başlığını belə qoymuşdum. Söz ağacının şah budağında. Mənim həyatda bir neçə xeyirxahım olub. Özümün şəxsən poeziya yolunda ilk addımlarımı atanda bana ilk ürək dirək verən Osman Sarıvəlli olub. Bana ikinci xeyirxahlığı Məstan Günər eləyib. 1976-cı ildə mən 3-cü kurs tələbəsi ola Məstan Günər Səhər Şəfəqləri almanaxında mənim 13 şeirimi çap eləyib. 13 şeir az deyildi o vaxt. İndi mən tutaq ki, o şeirlərimi bugün özüm bəyənmirəm. Ancaq o dövrdə Məstanın o şeirlərdəki işığı görməyi özü bir möcüzədir ki, bu adamdan şair ola bilər. Və mənim 3-cü xeyirxahım Vaqif Nəsib olub.
Mənim ilk kitabımın redaktoru Vaqif Nəsibdir. Torpaq Səxavəti adlı bu kitab 1983-cü ildə Gənclik Nəşriyyatında çap olunub və redaktoru Vaqif Nəsib olub. Təkcə redaktoru olmayıb, həm də o kitabın xeyirxahı olub. Kitabın işıq üzü görməyində Vaqif Nəsibin xidməti var. Ondan sonra Vaqif Nəsib mənim bir kitabıma ön söz yazıb. Ovcuma yazdığım yazılar adında şeir kitabıdır. Vaqif Nəsib orada bir ön söz yazıb və çox dəyərli bir ön sözdür. O ön söz o kitabda da çap olunub, sonra mənim başqa kitabımda da çap olunub. Vaqif Nəsib deyəndə mən bugün Azərbaycan ədəbiyyatının ən qüdrətli simalarından birini nəzərdə tuturam. Yəni Vaqif Nəsib bugün doğrudan da Azərbaycan ədəbiyyatında korifey adlandırıla biləcək şəxsiyyətlərdən biridir. Mən onun son vaxtlar bir neçə romanını oxumuşam və bu romanlar Azərbaycan mühitindən kənara çıxarılardısa, mən əminəm ki, bir neçə xarici dilə tərcümə olunardı və Vaqif Nəsib dünyada tanınmış yazıçı olardı. Mənim bu kitabımın əvvəlində yazılıb ki, kitab özü və sözü ölməz elçinə həsr olunur. Mənə ən çox qiymət verən elçin idi yazısı. Mən müalicədə idim, işte gəldim, onun ölümünü eşidəndə çox pərt oldum, çox qəmləndim bu itkiyə və bu kitab da çapa hazırlanırdı, o kitabı ona şeylədim. Mən 25 çap listilik kitabımı, ən böyük kitabımı Mədəniyyət Turizm Nazirliyində elçinin ön sözündən çap olunmuşdu. Orada elçinin ön sözündə yazır ki, Vaqif Nəsib nə qədər Azərbaycanın Şukşinidirsə, Şukşin də o qədər Rusiyanın Vaqif Nəsibidir. Və orada o ən gözəl qiyməti o verib. Nəinki mənə o cür gözəl qiymət verib. Mənim şəraitim, mənim kitablarımı hər cür şərait yaradırdı. Mən elə bir itkiyə görə bu kitabı ona ithaf elədim. Mənim ikinci romanım var. Anadil Şurası romanımın birinin məcazi adıdır. O romanın qəhrəmanı elə bir ki, Adəm Həvva dövründən yaşamış bir insandır. Həm tarixə müasir bir romandır. İkinci romanda ölüm kürəsidir. Axırı belə qutarır ki, əgər ruh dünyamız doğrudur, olmasa yer kürəsinin özü bizim ölüm kürəmiz olur. İnşallah Azərbaycan jurnalında o romanlarımı çap etdirəcəm.